Ona görə də Həzrət Əli sən başqa bir hədisdə çox gözəl qeyd edir. Buyurur ki, Bəni Ümeyyə nəsəbi sağlam olmayan, əlavə olunmuş bir tayfadır. Və onlar Əbdümənafa düzgün şəkildə aid deyirlər. Yəni, necə yəni düzgün şəkildə aid deyirlər Əbdülmənafa? Niyə? Çünki o, Rumlu bir qulam idi, nökər idi. Onu öz oğulluğuna götürdü, özünə mənsub elədi və cəmaat elə bildi ki, o Qureyşdəndir, Peyğəmbərin babalarındandır, Peyğəmbərdən qohumluğu var və s. və s. Bu gün də siz zaten sosial şəbəkələrdə yazsanız, deyəcəklər, Əbu Sufyanın belə fəzilətləri var idi, bir halda ki, Quran, Allah onu lənətləyib. Muaviyyənin belə bir fəziləti var, Həzrət Əli əleyhissalamla döyüşdü, minlərlə sahabə qırıldı.